Hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Masazırda 3 sotda 6 daş kürsülü, 4 bir tərəfi qoşa daş, 110 kvadrat, 3 otaq əla qiymətə, əla bir həyət ev çəkib təqdim edirəm. Evin sağı və solu 1 metr, metr yarım məsafəsi var. Enli küçədir, 596 nömrəli avtobusun Masazıra gələn 569-dur, yoxsa 596 nömrəli avtobusun dayanacağından 50 metr məsafədədir. Evin genişliyi superdir. Qiymət nədir? 85 min manat. 3 sot torpaqda 6 daş kürsü, qoşa daş, 3 otaq. Deyəsən Masazıra gələn 569-dur. Evin hər tərəfində bax görürsüz, bu qədər məsafə var. Bütün pəncərələrin qarşısı açıqdır. Yəni işıqlanması əladır. Yer əla bir yerdir, hündür bir ərazidir. Və qeyd edim ki, evin açarı bizdə olur. Günün 24 saatı zəng edib əlaqə saxlayıb gəlib evə baxa bilərsiniz. 83 min manat, 3 otaq, 110 kvadrat. Evdə uzun bir müddət yaşayış olmadığı üçün aboylar yaxşıdır, sadəcə polun şrifovkalanıb laklanması qalır. Burada mətbəxdir. Otaqların genişliyi əladır. Çox iri otaqlar var və pəncərələrin qarşısı açıqdır və qoşa daşdır və kürsülüdür və 569 nömrəli avtobusun dayanacağına yaxın bir məsafədə yerləşir. Masazırda 50-60 metr məsafəsi var, 83 min manat endirim olunacaq. Burada da yerləşir sanuzelimiz. Dəyərli izləyicilər, sizin də Xırdalanda, Masazırda əmlakınız varsa, əmlakınızı tez bir zamanda satmaq istəyirsə, bizə müraciət edə bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.